Baxın, gördüyünüz bu köynək və şortken cəmi 14 dollar pul verir. Amma mən bunu məsələn başqa bir mağazadan alsaydım ən azı 50-60 dollar pul verməli olacaqdım. Daha indi video çəkməyə gedəcəyim. Bir dənə geyinməyə təzə bir şeyim qalmışdı. Bunların hamısı 500 dəfə geyinmişəm. Bakıda nə qədər şeyim qaldı. Hamısını Zara'dan, Armani'dən, Gucci'dən almışdım. Mağazamıza yeni Gucci modellərimiz gəlib. İndi mən nə geyinəcəm? İndi pul verib təzə qardirob almaq da istəmirəm. 500-600 dollar ən azı rast oldum çıxacaqdı. Sumkaları ancaq elə öz şeyləri doldurdum. Mənim vəbşə demək olar ki, istəyəm gəlmədim. Gətirmək istəmədim yox, bir kilonu keçirdik deyə ancaq elə doldurdun öz beşlərini. Hər şey pis olma. Belə bir mağaza tanıyıram. Orada həm ucuz, həm keyfiyyətli məhsullar özünə ala bilərsən. Otur maşına getdik. İndi elə davran ki, görüm mən sürüb gəlmişim. Bu nətər necə olmalıdır başqa cür? Sən illərin şoförüsən. İllərdir sən bu avtomobilləri idarə etməkdə ekspert olmusan. Amma əslində heç pravası yoxdur. Nə sükun arxasında əyləşmə. Hələ sürmə. Yoldaşımın məni gətirmək istədiyi yer Goodwill'dir. Hər kəsə salamlar. Bu gün biz Goodwill'in yanındayıq. Goodwill Amerikada second hand, yəni ikinci əl paltarların və əşyaların satıldığı yerdir və Amerikanın demək olar hər bir yerində bu mağazadan var. Amerikaya yeni gəlmisinizsə və pulunuz çox azdırsa ya da ümumiyyətlə yoxdursa, Goodwill kimi mağazadan siz ikinci əl paltarlar və əşyalar ala bilərsiniz. Amerikada yaşayanlar çox az istifadə olunmuş paltarlarını və yaxud da əşyalarını bu mağazalar şəbəkəsinə iyanə edir və səhv etmirəmsə burada satışdan gələn pullar ilə bu insanlar digər ehtiyacı olan insanlara da köməklik edirlər. Yəni siz buranı sırf mağaza kimi deyil, eyni zamanda da xeyriyyə işlərinin görüldüyü bir yer kimi görə bilərsiniz. Burada qiymətlər həddindən artıq ucuzdur, second hand olduğu üçün. Yəni düşünün ki, siz 70-80 dollara aldığınız Nike markasının məsələn şalvarını buradan 10-15 dollara ala bilərsiniz. Hətta bəzən endirimlər də olur və xüsusi etiketli paltarlara və əşyalara böyük endirimlər alaraq siz onu qəpik quruşa alırsınız. Hətta onu sizə deyim ki, burada ancaq ikinci əl paltarlar və əşyalar yox, etiketi üstündə olan təptəzə paltarlar və əşyalar da satılır. Amerikanlılar da belə insanlardır. Təptəzə aldıqları şeyləri belə bu mağazaya iyanə edə bilirlər. Yəni buradakı avtomobillərə baxsanız görəcəksiniz ki, buradan alış-veriş edən insanlar, yəni kasıb təbəqə deyil. Hətta burada Teslalar da var. Yəni buradan alış-veriş etmək çox normal və təbii bir şeydir. Amerikanlıların çoxu da ucuz olduğu üçün gəlib buradan müəyyən məhsulları alırlar və istifadə edirlər. Yəni Amerikanlılar göstərişə fikir verməyən bir millət olduqları üçün ikinci əl mağazalarından nəsə almaq burada ayıb deyil, əksinə çox normaldır. Yəni burada tərs psixologiya biraz çalışır. Siz gedib bahalı və təzə şeylər alırsınızsa, Amerikanlılar isə belə qəribə baxırlar ki, niyə gedib brendini aldın, baxmayaraq ki, sən buradan gəlib onu ikinci əlini, yəni daha ucuz qiymətə ala bilərdin. Yəni insanlar burada tüklərmiş, şatafata önəm vermirlər. Elə eşitdiyimə görə də deyirlər ki, Kaliforniyada çox milyoner adam gəlib buradan yəni alış-veriş edir ki, rasxodları çox çıxsın. Çox ağıllı adamlar, ona görə gəlir orada. Özümə bir t-shirt axtarıram, men's sport shorts verməsində. Görək buradan nələr yəni özümüzə tapa bilərik. Maraqlı brendlərin maraqlı məhsullar var. Təbii ki, Amerikanlar çox sevilir. Böyle bir t-shirt var. Champion Elite firmasınındır. 6 dollar 9 sentdir. Amma bunlar yəni düşünürəm ki, bahalıdır. Demək olar ki, bəlkə də 2-3 qat ucuzuna verirlər. İndi çalışacağım sizə aldığım məhsulların orijinallarının qiyməti, yəni təzələri neçədir yuxarıda qoyacağım. Şimdi beləcə basketbol oynayanda geyinə biləcəyim bir şey var. T-shirtdir, qolsuz. Qiymətə benzir. Qiyməti cəmi 7 dollar. Yəni bunlar rahat bilirəm ki, burada 30-40 dollardan başlayırlar. Bunu məncə almalıyam. Yoldaşım mənə belə bir t-shirt bəyəndi. Düşünürəm ki, bir rəqət almaq olar. Qiyməti cəmi da 6 dollardır. Yaxşıdır ötürü. Kaliforniya isti bir ştat olduğu üçün, yəni mütləq şəkildə şort qalmalısınız burada çoxlu. Mən indi bir dənəsini özüm üçün baxıram. Görək nə tapmaq olar. Bunu alım səncə? Olmaz sənə o. Balaca razmelidir. Yəni rəngin problemi yoxdur, pis razmelidir. Ya da belə bir şey bəlkə. Ən favori rəngim. Hi Barbie! Bax, bu tam sənin rəngindir. Forması da qəşəngdir. Bax, görəlim. Gözəl Levi'sdir. Qiyməti bəs neçədir? 8 dollar.
Götürməyə götürək, amma ölçüsü inanmıram olsun. Biraz Hətta böyük burada olsun. qardıroblar da var. Yəni yoxlayıb baxa bilərsiniz. Yəni yığırsınız bura və istədiyiniz qədər sonra gedib orada yoxlayıb yenidən qaytarıb yerinə qoya bilərsiniz. Bir dənə belə bir şortik bəyəndim. Qiyməti də münasibdir. Yəni neçədir bunun qiyməti? 6 dollar 9 sent. Düşünürəm ki, bunu götürəcəm. Burada ikinci əl ayaqqabılar da satılır. Yəni hər cür zövqə uyğun, krasovkadan tutmuş patinkalara qədər hamısı kişilər üçündür. Sadəcə olaraq mən ayaqqabıların ikinci əl alınmasını yəni düzgün bilmirəm. Düzdür, inanmıram ki, bunları dezinfeksiya eləmədən qoyurlar, amma yenə də ikinci əl ayaqqabı almaq məncə yaxşı bir şey deyil. Amma sizə beləcə göstərəm. Məsələn, bax, bu patinkalar neçədir bu? 16 dollaradır. Məsələn, belə bir mokasin ayaqqabılar var. Bunların qiyməti adı yazılıb. Dəfətini tapamadım bunu. Məsələn, belə krasovkalar var. Qiyməti içindədir. 27 dollara. Əziz izləyicim, səni bir neçə dəqiqəliyinə videodan ayıracağım. Çünki sənə demək istədiyim vacib bir şey var. İndi bəlkə ekrana baxıb deyirsən, gör necə maşını var, Amerika kimi yerdə yaşayır. Amma 6 il əvvəlki Rəsul belə deyildi. O vaxt həyat mənim üçün çox çətin və ümidsiz görünürdü. Bəlkə sən də indi elə bir vəziyyətdəsən. Əgər elədirsə, sənə öz təcrübəmdən bir məsləhət vermək istəyirəm. Əgər bu gün pulsuzluqdan şikayət edirsənsə, iş tapa bilmirsənsə və ya maaşın azdırsa, yeni bir gəlir qapısı yaratmağın vaxtıdır. Bilirəm, bu asan səslənmir. Pul yoxdur axı, necə deyə düşünə bilərsən. Amma bax, sən bu anda mənim kurslarım vasitəsilə özünə yeni gəlir imkanları yarada bilərsən. Mənim YouTube və ChatGPT kurslarım artıq yüzlərlə insanın həyatını maddi baxımdan yaxşılaşdırıb. Təxminən 400 nəfər mənim YouTube kursumu, 200-dən çox insan ChatGPT kursumu alaraq əlavə və hətta pasiv gəlir qazanmağa başlayıb. Bu sənə əlavə gəlir yaradan kursların qiyməti isə bir çox insan üçün bir aylıq cib xərcliyi qədərdir. YouTube kursumu 189 AZM, ChatGPT kursumu isə 159 AZN ala bilərsən. Amma bununla kursların bitmir. Digər kurslarımla da səni tanış edim. Növbəti kurs arzularını gerçəkləşdir kursudur. Bu kurs sənə arzularının niyə reallaşmadığını göstərir və həmin səhvləri düzəltdikdən sonra məqsədlərinə daha yaxın olursan. Şuur altında səni geridə saxlayan blokları tapır və onları aradan qaldırmağı öyrənirsən. Ən əsası isə real metodlarla arzularına necə çatmalı olduğunun yolunu öyrənirsən. Bu kursun qiyməti isə 79 AZN-dir. Sonuncu kurs isə 12 həftəlik bədən transformasiyası kursudur. Bu kurs təkcə artıq çəkidən qurtulmağa yox, həm də sənin bədəninin və həyat tərzinin dəyişməsinə kömək edir. Çünki yadında saxla, öz bədəninə nəzarət etməyən insan çox vaxt həyatının digər sahələrində də zəif olur. Və sən heç görmüsənmi, həqiqətən varlı və uğurlu insanlar öz bədənlərinə laqeyd yanaşsınlar. Əksinə onlar öz bədənlərinə xüsusi diqqət edirlər və sağlam formada qalmağa çalışırlar. Bu kurs sənə də bunu öyrədir. Təkcə arıqlamaq yox, bədəni idarə etməyi və sağlam həyat tərzini formalaşdırmağı. Sən 3 ayda düzgün diyet və məşq proqramı ilə fit və sağlam bədən qura bilərsən. Bu kursda məqsəd sadəcə çəki itirmək deyil, pi faizini azaltmaq və bunu qalıcı etməkdir. Çünki proqram səndə sağlam vərdişlər formalaşdıracaq. Bu kursun qiyməti isə 89 AZN-dir. Ekranda indi 4 kursun ayrı-ayrılıqda qiymətini görürsən. Ətraflı məlumat üçün rasulasadi.com saytına daxil ola bilərsən. Sualların varsa Instagramda mənə də yaza bilərsən. Və əgər YouTube'dan gəldiyini desən, sənə 10% endirim edəcəyim. Alacağın hər hansısa bir kursa. 4 kursu birdən alanlara isə 25% endirim olunacaq. Sənə lazım olan tək şey başlamaqdır. Çünki həyatlarını yaxşıya doğru dəyişənlər, gözləyənlər yox, qərar verib hərəkət edən insanlardır. İndi videoya davam edə bilərsən. Burada maraqlı ev üçün sportivlər var. Bu Nike-ın sportivlisidir. Belə qiyməti də göstərəcəm sizə, qiymətini də çox ucuzdur, 6 dollara. Bir dənə də belə bir şortik seçdim. Bundan da yoxlayacağım qardiropda. Qiyməti nə qədərdir? Qiyməti bunun da bu 6 dollar 9 sent. Amma məncə XL-dir, biraz böyük ola bilər. Yoxlayarıq. Belə bir sportivli şalvar var. Cəmi 6 dollaradır. Yəni çox yaxşı vəziyyətdədir burada. Səncə olar mı mənə? Biz ayağı qısa olacaqmı? Tam yoxlayarıq. Sizi paltarlardan ayırıb biraz burada olan əşyaları da göstərmək istəyirəm. İkinci əl satılan əşyaları. Hər qiymətə hər cür məhsul var. Məsələn, belə bir toster var burada. Çörək qızartma maşını deyə. Qiyməti cəmi 32 dollar. Beləcə bir kofe maşını var. Amerikanlar kofe içməyə sevirlər. Hamı bilir. Bunun da qiyməti 15 dollar 19 sent. Sintezator var. Yamaha markasının, düzü biraz köhnə oxşuyur. Ama yəni çalışandır. Qiyməti bunun da 43 dollardır.
Philips'in airfryerləri var burada. Bunun qiyməti özünüz də yaxşı bilirsiniz ki, baha olur. Amazonda, Trendyolda falan. Burada qiyməti 54 dollardır. Yəni çox belə istifadə olunana da oxşamır. Bu cür aparaturalar da burada satılır. Məsələn, DVD-lərdən tutmuş, magnetofonlara, CD playerlara. İnsanlar burada musiqi dinləməyi çox sevirlər. Fənlər də var. Bu fən 10 dollarıdır. Sonra ütülər. Düzdür, bəzi şeylər çox köhnədir. Yəni köhnə model deyək ki, amma bəzi şeylər təzədir. Yəni hər cür şey burada tapmaq mümkündür. LG markasının mikrodalğalı sobasıdır. Onun da qiyməti mən görmürəm 43 dollar 59 sent deyəsən. Vəziyyəti çox yaxşıdır. Sizə elektronika qiymətlərini göstərdim Goodwilldə satılan, amma ümumiyyətlə sizə Amerikada yeni elektronika məhsullarının qiyməti maraqlıdırsa, bu videoya like qoyun. Əgər bu videoya 1000 like gəlsə, mən sizə Amerikada təzə elektronika məhsullarının neçə olduğunu çəkib paylaşacağam və inanın ki, mənə şoka düşəcəksiniz. Yəni deyəcəksiniz ki, wow, yəni belə qiymətlər həqiqətən mümkündür ki, bir məhsula qoysunlar. Amma ikinci əldə almaq istəsəniz, məsələn, gördüyünüzdə qiymətləri təxmini nə qədər pul ödəməli olacaqsınız ikinci əl elektronika məhsullarına. Rəsul bax, çox cool görünür. Çox qəşəng paltodur. Qiyməti isə 32 dollardır. Hətta burada beləcə pencəklər də var ki, yəni öz razmerinizə uyğun tapa bilərsiniz. Belə tip mağazalardan ümumiyyətlə nə almaq istəyirsinizsə, gərək sübh tezdən gələsiniz, mağaza açılmadan öncə gözləyəsiniz növbədə ki, ilk daxil olan siz olasınız. Çünki burada kim birinci yaxşı şeyi gördüsə, götürüb alır, aparır. Yəni biz saat artıq 11-12 üçün gəlmişik deyə bura, bəlkə də çox bundan da yaxşı məhsulu artıq alıb aparıblar, amma bir çox Amerikalı artıq saat 9-un yarısından bu mağazanın qarşısında növbəyə durur ki, alsın bu yaxşı malları, həm də ucuz qiymətə və hətta onu sizə deyim ki, bir çoxları hətta bunu biznesə çeviribdir. Yəni onlar buradan beləcə bahalı malları ucuz qiymətə alıb, sonra onu marketplace və digər platformalarda daha baha qiymətinə satırlar. Burada maraqlı qadın donları var. Hansı ki, siz bunu gündəlik və yaxud toy üçün alıb geyinə bilərsiniz. Belə maraqlı sadə bir donun qiyməti 10 dollardır. Bu şalvar mənim çox xoşuma gəldi. Qiyməti də 6.79-dur. Beləcə Zara'nın şalvarını tapmışam. 36 razmerdir. Qiyməti isə çox uyğundur. Göstərim qiymətini. 8 dollar 79 sentdir. Çox da qəşəng görünür. Bu qədər əşyanı artıq seçdik və indi iki dənə bu şeyin arasında qalmışıq. Hansını seçmək? Bunu yoxsa bunu? Bu? Məncə də. Bərsə vurğuladığım kimi etiketli məhsullar da var burada. Hansı ki, təptəzədir. Yəni bu köynəyə oxşayan pencəkdir. Biz qiymətini bilmirəm, cırıblar burada. Kimsə istəmir, deyəsən alınsın bu məhsul. Bunu təptəzədir. Yəni, bəyənən insanlar üçün məncə yaxşı bir seçimdir. Təzə olaraq mənim xoşuma edəcəyim. Düzdür, Kaliforniyaya yayda biz gəlmişik, amma deyirlər qışda da burada havalar yəni soyulur. Hər dəfə elə isti olmur. Belə bir kutka var. Çox qəşəng bir kutkadır. Qiyməti də cəmi 14.49, yəni təxminən 15 dollarıdır, amma çox isti bir kutu yox. Yəni indidən alsaq, məsələn 15 dollara bunu qışda ucu olacaq, ən azı bir 25-30 dollara. Təzələri isə ümumiyyətlə yəqin 100 dollara qədər qalxacaq. Beləcə bir Calvin Klein kutka tapdım. 32 dollara cəmi. 32 dollar. Yəni, çox da təzə deyil, heç istifadə olunmamış kimi görünür. Sadəcə olaraq bu dəqiqə adam risk edib almaq istəmir. Çünki buranın qışı mənim üçün isti olacaq, soyuq olacaq, mən tam bilmirəm. Mən biraz soyuğu sevən adamam deyə qorxuram alıram. Mənə çox isti olar bunda. Tenis oynamağa başladım. Birazdan deyirəm golfə də başlayaq. Golf Klyushka deyirlər rus dilində, Azərbaycan dilində bilmirəm nə deyir adı. Bunun qiyməti 7 dollar 9 sentdir. Yəni bunlar çox bahalı şeylər olurlar. Təxmini bildiyimə görə bir dənə vaxtda Klyushka 100 dollara qədər qalxır. Necə pencəklərimiz var burada. Tək pencəklərdir. Amerikada ümumiyyətlə kostyum anlayışı çox bizdəki kimi deyil. Yəni insanlar tək pencək alıb geyinə də bilirlər. Bizdən əsasən kostyum şalvarla olur. Belə bir dənə normal bir şey tapsam sizə qiymətini göstərəcəm. Yenə təptəzə bir kostyum tapdım. Asus markasıdır. Mən tanımıram bu markanı. Bunu deyilənə görə brenddir. Qiyməti bunun
Neçədir? 27 dollar. Normalda yəni marka olan şeyləri etiketdə üzərindəcə yarı qiymətinə, hətta yarı qiymətdən aşağıya belə satılır burada. Burada maraqlı həsr papaqlar da var. Ben birinin qiymətini göstəreyim. Yəni bu 6 dollar 9 sentdir. Yaraşdı. Bu Nazarjenski tezdir. Belə bir cins şalvar var. Neşki çox az istifadə olunubdur. Yəni hiss olunur ki, təzə bir şeydir. Qiyməti cəmi 11 dollardır. Yenə də bir dənə təzə Calvin Klein markalı bir şalvar tapdım. Təpəzədir. Qiyməti 16 dollar 49 sent. Burada da ağsaqqal şalvarlarından var. Atalarımızın, babalarımızın sevdiyi stildə. Bu da qiyməti 8 dollar 39 sentdir. Və təzədir həqiqətən də. Ümumiyyətlə Amerikalılar bir paltarı, yəni illərlə geyinmirlər. 2-3 ay geyinəndən sonra gedib qarderoblarını təzələyirlər. Ona görə də gördüyünüz bu paltarların əksəriyyəti demək olar 80% təzə kimidir. Yəni ikinci el olmasına baxmayaraq bizim Azərbaycanda gördüyümüz ikinci el kimi deyil də, hansı ki artıq üstündə 23 dənə deşik var, onu satmağa çalışırlar. Yəni bu malların əksəriyyəti təzə kimi görünürlər və qiymətləri də çox adekvatdır. İkinci el olmasına baxmayaraq demək olar ki təzəsindən 3-4 dəfə, yəni ən azı 2 dəfə ucuzdur da. Buna ATM edə bilərsiniz. Burada da bir Tommy markasına ait belə bir köynək var. Çox yaxşı vəziyyətdədir. Qiyməti isə cəmi 6 dollar 79 sentdir. Burada sadəcə paltarları və ya da əşyaları ikinci el satılır, amma beləcə gigiyenik şeylər, məsələn at paltarları, corablar isə təzədir. Məsələn bu 3 dəst olan corab, polo corablar 4 dollar 99 sent, yəni 5 dollardır. Burada belə markalar da var. 3 ədədi 7 dollar 99 sent. Burada yalnız yay paltarları yox, beləcə qış sviterləri falan var. Çox yaxşı vəziyyətdədirlər. Qiyməti isə cəmi 14 dollar 49 sentdir. Hətta burada qış kurtkaları da var. Ağ olmağına baxmayaraq çox təmizdir. Yəni heç bir üstünə ləkə falan yoxdur. Qiyməti isə cəmi 27 dollar 29 sentdir. El razmeridir. Düşünürəm ki, yaxşı vəziyyətdədir. Maraqlı jaketlər də var. Belə dəri kurtka da var. Bunlar Zara'da falan çox baha olurlar. Qiyməti burada 22 dollardır. Belə maraqlı jaketlər də var. Bir sözlə istədiyiniz hər şeyi burada tapa bilərsiniz. Boza. Beləcə burada stilettolar var. Bunlar çox gündəlik geyinilmir, ancaq toya falan geyinilir. Yəni lazım olan vaxtda gəlib buradan almaq daha məntiqlidir. Çünki bunu gündəliyə geyinmirsən, cəmi bir dəfə geyinirsən. Qiyməti də 16 dollardır. Bunun qiyməti 16 dollar, 16 dollar 49 sentdir. Ayaqqabılar bölməsi. Ancaq ayaqqabılar var burada. Hər cür, yəni köhnədən tutmuş təzəyə, etiketlərə qədər. Ortalama qiymətləri, məsələn bu şəpət kimi bir şeyin qiymətidir 7 dollaradır. Beləcə xanım batinkaları var. Yəni ümumi götürəndə düzdür, mən ikinci el ayaqqabını almaram özümə heç vaxt. Amma ki alanlar çoxdur. Yəni qiyməti də çox normaldır burada. Burada yeni corablar 7 ədədi. Cəmi 6 dollar 49 sentdir. Mən düşünürəm ki, sərfəlidir. Bunlara baxanda Sədərəyan bazarı yadıma düşdü. Sədərəkdə də beləcə qabqaşıqları düzürdülər. Çoxu da bizim qabqaşıqlara oxşuyur. Qiymətləri də elə demək olar ki, Azərbaycan qiymətləridir. Biz bəzi şeylər bəs bahadır. Məsələn, bu nəlbəkilər 8 dollar 39 Amma sentdir. xrustaldır və ağırdır. Gör xrustalandır, nə olacaq? Mən də heç başa düşmürəm. Bu ayaqqabı formasında. Bakalım. Yəqin ki, ayaqqabı yox. Çox maraqlı deyil. Qiyməti 3 dollardır. Bu içində su içirlər yəqin. Məncə bu güzel. saxır içmək üçün falan. Onu düşün, bir dəfə içirsin. Özümüzə corab aldıq. Yəni qızımız üçün alaq deyirik və 7 dollara bu nəysə sınırdılar. Və 7 dollara bu corab dəstini alacaq. 5 cütdür. 7 dollara. Bakıda neçə alırıq? Qadında deyil. O, istəsən Bakıma bazarında 50 qəpiyə bir manata da corab tapa bilərsən yəni məncə. Amma materialı belə olmaz. Biz aldıq paramız bahaydı. Məsələn, bir dəstini 2-3 manat verirdik. Bir parasına. Elə burada nə demək olar, elə Bakı qiymətinə satılır. Qadınların sevdiyi reyona girirəm. Bunlar yeni deyirlər. Yəni istifadə olmuşdu ikinci əllər, hamısı demək olar. Amma bəzən elə olur ki, bir dənə, iki dənə ola bilər ki, məsələn
qazan falandır, onda etiket üzərində olur. Belə maraqlı antikvar şeylər var burada. Mən belə şüşə qabları çox sevirəm. Çox, yəni hər şey içinə qoya bilərsiniz. Barbie filminə baxanlar indi gəlib bunu alacaq. Belə şeylər var. Bunlar çox yəni istifadəyə yararlıdır. İçinə un qoymaq olur, sok qoymaq olur. Çox şirin. $2. Belə maraqlı kaplar var burada. $13 verirlerdim. Ne olan şeydi? Başım sıkmadı. Bilenler yazsın. Nasıl çırağa oxşuyor? Bu çırağa. Bizi dekorasiya etmək istəyirsinizsə, bura gələ bilərsiniz. Burada maraqlı tablolar var. Tablolar, yəni bu tür tərz şeylər daha çox həmişə baha olurlar. Biz burada qiymətini bilmirik. Birinin qiymətinə baxaq. Bilmirik, öyrənək. Məsələn, bu tablo $14. $14'adır. Məsələn, qəşəng salondan asmaq olar. Bəyənmədi belə də şəkildə özünü. Musiqi sevərlər tablonu ala bilər. Maraqlıdır. Belə bir salon üçün işıq var. Maraqlı vidi var. Qiyməti $16.49. Amerikada bilməmsə demişəm yoxsa, insanlar evlərini əsasən belə şeylərlə işıqlandırırlar. Burada bizdəkilər kimi çoxlu lüstr qoymaq, ya da spotlar qoymaq belə şeylər, yəni eylənirlər. Ancaq beləcə abajur deyirlər bunlara, əsasən belə şeylərlə evlərini işıqlandırırlar. Ona görə də belə şeylər tələbatlıdır burada. Maraqlı belə bir aksesuarlar var ev üçün. Qiyməti $7. Bütün həftə boyu mənim mood. Do you love me? No. Nənələrimizin sevdiyi sürünür. Hətta mənə də nənəm vermişdi. Buna oxşuyur. Belə heç bir mənası yoxdur, sadəcə yadigardır, ailə yadigarı. Ən nifrət edədiyim aksesuar tipləri. Çox şirin. Bura uşaqlarınızla gəlməyin. Əksinə uşaqlarınızla gəlin, yoldaşlarınızla gəlin. Çünki bura yoldaşlarınızla gələndə 3 dənə şey alacaqsınızsa, bu 10 dənə şeyə dönür. Yəni pul gedir, pul. Cavabım. 100% bunu Amerika gətirən hansısa bir Azərbaycanlıdır. Yəni bunu ancaq Azərbaycanlılar gətirənlərdir. Tava qazanı ikinci əl almağın tərəfdarı deyiləm, yəni bilmirik yəni içində kim nə bişirib. Yəni ona görə də yəni bunları ucuz qiymətə başqa yerdən təzəsini tapmaq olar. $21'dır. Yəni demək olar təzəsindən biraz ucuzdur. Yəni ondansa gəlib təzəsini almaq daha məntiqlidir. Boyda yekə qazan $21. Amma tefalon tavalar həmişə çox baha olur. Mən $33 almışdım. Buradan içiyədir $10'adır cəmi. Belə yəni vəziyyəti çox pis deyil. Mən özüm şirniyyat bişirməyi və yeməyi sevdiyim üçün, yəni ürəyim gedir belə reyonları görəndə. Burada çox maraqlı cupcake'lər bişirmək üçün qablar var, beləcə uşaqlar üçün falan. Qiymətlərinə baxaq. $4. Məncə səfərlidir, uyğundur. Çox şirindir. Dünyanı öz əlimdə tutmuş. Qiyməti $16. Həmişə uşaqdan istəyirdim ki, belə bir şey alım. Amma hələ tezliyi lazımdır. Mağazaya səninlə gələndə özünü bax belə hiss edirəm. Əllərim birəcə qıc olur ki, ayaqla pullar getdi. Siz də mənim kimi sportsmensinizsə, birəcə trenajör var, vela trenajör. İkinci əldir düzdür, amma qiyməti nə qədərdir məncə bilmirəm. $74. Yaxşıdır məncə. $74 Amerika üçün dəyərli, yaxşıdır. Səyahət etməyi sevənlər bunu bəyəndi. Belə bir şirin velosiped var. Düzdür, Walmartda bu tip velosipeddə $304 var idi. Bunun qiyməti $124. $124. Amma Walmartda $100 mən siparişli velosiped gördüm, təp-təzə. Yəni velosiped ilə maşın deyil ki, istəsəz, yəni təzəsini almaq məncə daha məntiqlidir. Amma belə qeyri-adi vidi maraqlı olan bir şey istəyirsinizsə, ikinci əli də $100 ala bilərsiniz Amerikada. Amma mən düşünürəm ki, bunun təm təzəsi daha bahadır, $100. $400. Walmartda $300. Səyahət etmək istəyirsinizsə, məncə çamadanların ikinci əlini almaq daha məntiqə uyğundur. Çünki yəni çamadandır da, yəni yerlə sürürük. Yəni bunun təzəsini almaq, baha almaq mənasızdır. Hətta belə şirin bir dənə çamadan var burada. Çox qəşəngdir. Qiyməti $27. Burada şirin belə poni var. Heç bulduzlar. Heç bir bunda deyirəm olub, uşaq üçün. Bunu uşaq oynatmıyoruz, qısa oynatmıyoruz. Mən də uşağımda nə olub ki? Burada belə maraqlı puzzle'lar var. Biz xoşduruq ümumiyyətlə puzzle oynamağı. Belə bir dənə böyük puzzle. Neçədir qiyməti? $7.79. Məncə yəni uyğundur qiyməti. Rəsul burada bir dənə zinger var. Ax sən çox sevirsən.
Zingerləri nəyə görə sevirəm onu deyim. O vaxt bir ara məşhurlaşmışdı. Hamı bu zingerləri, köhnə model zingerləri axtarırdı. Məsələn, bir dənəsini tapdım, yaxşı bir qiymətə də yəni aldım. Düşünürdüm ki, üstündə xeyirlə satacağam. Amma alıb evə gətirəndən sonra unutmuşam ki, ümumiyyətlə mən zinger tikiş aparatını alıb qoymuşam evə. Yəni təxmini bir 6-7 ay sonra artıq həmin bu zinger populyarlığı itdi, yəni Azərbaycanda. Yəni, təxmini bir 400-500 manat ziyana düşdü. Kazıqlandı. Ona görə zingerlər mənim həmişə görəndə yaralı yerimdir. Qiyməti 43 dollar. Məncə düşünürəm tikişdən başa çıxan biri almalıdır. Yəni alıb elə qoymağın mənası yoxdur. Bax, bütün demək olar ki, burada olan müştərilərə baxıram, əksəriyyəti, yəni vidlərindən bilinir ki, imkanlı şəxslərdir. Hamısının əlində pastelli iPhone, maşın açarlarına baxırsan, çoxu Tesla sürür. Yəni insanların bu rahatlıq adama ləzzət edir də həqiqətən. Heç bir şeyi takmırlar. Veclərinə deyil ki, ay Allah, mən ikinci əldən paltar alıram, yoxsa kimsə mənə nəsə deyər, yəni ayıb olar və s. Və bu rahatlığı sevir insan Amerikada. Utanmağa ehtiyacı yoxdur. Yəni pulun çox olsa belə gəlib ikinci əl paltarlar alırsan, bir dəfə yuyandan sonra olursa sənin üçün tərtəmiz, əgər ürəyində nəsə bir xalq alırsa ki, bunlar kirlidir. Və başlayırsan bu beləcə istifadə etməyə. Yəni, halaldır bu insanlara həqiqətən. Ona görə bəlkə də yəni bu insanlar bu qədər varlıdırlar. Yəni Tesla burada almaq elə də asan bir iş deyil də, bahalı bir avtomobildir. Amma insanlar beləcə ekonomiya edirlər deyə, lazımsız xərclər eləmirlər deyə brend məhsullara. Ona görə də əllərində daima pullar olur. Amma mən Azərbaycanda nə qədər adam tanıyıram ki, demək olar ki, ayda 200-300 dollar pul qazanırlar maksimum. Amma çalışırlar ki, aldıqları hər bir şey brend olsun da, nədən ki, göstərsinlər ki, biz brend bir şey geyinirik. Yəni məntiqlə baxanda amma nə mənası var onu eləməyin. Ola bilsin ki, sənin brend paltarın olur, amma cibində 5 qəpik pulun yoxdursa, nəyə lazımdır bahalı şeylərə pul verib özü olmadığın biri kimi göstərməyə. Gəldim Razivalkaya, indi seçdiyim bəzi məhsulları yoxlayacağam. Görək necə olacaq belə. Məncə yaxşı alış-veriş elədik. Goodwill'də alış-verişimiz artıq 3-4 saatdır davam edir və beləcə bir sumka second hand əşyalar aldı, paltarlar aldı. Yəni burada hər şey təbii ki second hand deyil hamısı. Bəziləri ümumiyyətlə təpəzələr etiketi üzərində və bunları mən evdə geyinərək sizə göstərəcəm ki, özümə nələr aldım və qiymətlərini də evdə deyəcəm. Özümə aldığım şeyləri sizə göstərəm. Bir dənə beləcə şortik aldım. Qiyməti 5 dollar 69 sent. Sonra bir dənə belə köynək aldım. Polo köynəkdir. Bunun qiyməti isə 8 dollar 9 sentdir. Bir dənə də şortik almışam bu cür. Şortikdə səhv etmirəmsə 5-6 dollardır. Bəli, 6 dollar 9 sentə də bu şortik aldım. Və bir dənə beləcə köynək aldıq. Bu da 6 dollar. Yəni 2 köynək və 2 şortik aldım ümumilikdə. Baxın, gördüyünüz bu köynək və şortikə cəmi 14 dollar pul verdim. Amma mən bunu məsələn başqa bir mağazadan alsaydım ən azı 50-60 dollar pul verməli olacaqdım. Bunun dəstədə bunlar daxildir. Bu köynəklə yenə bir şortikdir və bunlara da ikisi bir yerdə səhv etmirəmsə 11 dollar verdim. Bu üstündəki köynək 6 dollardır. Şortik isə səhv etmirəmsə bu da 5 dollar nə qədər idi. Və ikisi də çox təzədir. Biri ümumiyyətlə etiketi üzərində olan bir məhsul idi. Rəsul, xoşuma gəldi aldıqların. Hepsi deyil, keyfiyyətlidir, yəni dəyər. Və bundan sonra yerin bildin də, məni danlamarsan ki, heç bir paltar gətirməmişəm. Gedib alarsan. Çox sağ ol, Allah razı olsun.